Soğanlarımı bax bu qaydada təmizlədim. İçində belələri vardı, bunları saxladım. Yemək pişirəndə istifadə edirəm. Bax belə təmizlədim. Göstərmişəm bölüb içindən özəklərini necə çıxardığımı. Bax belə özəklərini də qoydum indi suya, aparıb əkəcəm. Təmizləyib içindən göylərini çıxardıram bu qaydada. Bax bu qaydada. Bax kökü üstündə aparıb əkəcəm bunlar. Keçən belə eləmişdim. Əməlli başlı çoxlu göy soğan oldu. Dübarədə çoxu da kök bağladı. Qonşulara da verdiyim göy soğan çox oldu. Toxumdan əkmədim. Gördüm ki bu çoxdur deyin. O qədər qəşəng belə göy soğan yarandı ki özüm də məhdəl qaldım. Bax cücərən soğanları mən belə dəyərləndirdim. Bunu əkəcəm, göyərtisi kimi istifadə edəcəm. Bunu da yeməkdə istifadə edəcəm. Bunu da yenə təmizlədim. Bax bunu yudum, aş üzərinə süzülsün suyu. Bundan məsəl üçün nar soğan qovurması eləyəcəm. Ondan sonra kutaplarda istifadə eləyəcəm. Qoyacam xaladelnikə paketləyib istifadə eləyəcəm. Bu da qabığı zibilidir. Bunu da ağaçlarıma, bitkilərimə gübrə kimi istifadə eləyəcəm. Yəni soğandır, cücərib, xarabdır deyin, atmıram. Mən bunu bazardan aldırmışdım ki əkəcəm. Bu da sarımsaqlarımdır. Sarımsaqlarımı da o qaydada qabıqlarını təmizləyəcəm. Aparıb əkəcəm. Əkəndə də çəkib səhifəmə paylaşacağım. Hər şeyi dəyərləndirmək lazımdır.